şeytan insanları dünya ilə sərxoş edir. Və insan bu cürdə yaşayır, qəflət içərisində bir də nə vaxt ayılır? Bu sərxoşluqdan, ölüm anı ona gəlib çatdıqda. Və İbn Abbas radiyallahu anhuma deyir ki, dünya qiyamət günü gətiriləcək qoca, çirkin qarı şəklində, üzərində də heç bir zinəti yoxdur, həqiqi şəklində. Və deyiləcək ki, siz bunu tanıyırsınız. İnsanlar deyəcəklər ki, Allahım, belə bir çirkini tanımaqdan sənə sığınırıq. Və sonra onlara xitab ediləcək ki, bu uğrunda bir-birinizlə mübahisə etdiyiniz dünyadır. Bir-birinizlə dalaşdığınız, uğrunda bir-birinizə həsəd etdiyiniz, uğrunda bir-birinizə nifrət elədiyiniz, uğrunda bir-birinizə hiylə qurduğunuz və uğrunda hətta qohumluq əlaqələrini kəsdiyiniz həmin dünyadır. Və Ali radiyallahu anhu dünyanı belə vəsf edir ki, deyir ki, bu dünya elə bir dünyadır ki, bu dünyada ömrü boyunca sağlam yaşayan sonda nə olur? Qocalır. Xəstə yaşayan əziyyət çəkir, peşman olur. Kasıb yaşayan kasıblığına görə üzülür, zəngin olan da zənginliyinə görə fitnəyə məruz qalır. Dünya həyatın həqiqəti budur. Fi halalihə əl-hisəb və fi haramihə əl-iqab. Halalında, yəni halalına görə hesab var, haramına görə də cəza.